İki qadın söhbət edirlər, biri digərinə deyir: "Dünən evdə bir hadisə oldu, çox pis oldum." O biri qadın soruşur: "Nə oldu ki?" Qadın cavab verir: "Ərimə dedim ki, gözəllik salonuna gedəcəm, mənə 100 manat ver." Rəfiqəsi soruşur: "Vermədi?" Qadın deyir: "Verməsəydi daha yaxşı idi. Uzun uzadı, səssizcə üzümə baxandan sonra 300 manat verdi." Xarici görünüşlə bağlı kompleks əslində estetik problem deyil, özdəyər problemidir. Eyni zamanda neyrobiyoloji və sosial kodların kəsişmə nöqtəsidir. Gəlin əvvəlcə dəqiqləşdirək ki, xarici görünüşlə bağlı kompleks nədir? İnsanın xarici görünüşünü yetərsiz hesab etməsi, özünü başqaları ilə müqayisədə aşağı görməsi və fiziki obrazını dəyər ölçüsünə çevirməsidir. Kompleks sadəcə özünü bəyənməmək deyil, kompleks vizual kimliyin daxili dəyərə bağlanmasıdır. İnsan beyni üzvləri millisaniyələr içində analiz edir. Simmetriya, dəri tonu, mimika, limbik sistemdə avtomatik reaksiya yaradır və beyin bunu güvənli və ya dəyərli kimi işarələyir. Əgər bir insanın zehnində gözəl olmasam əvəzlənərəm inancı kök atıbsa, onda xarici görünüş özünü qiymətləndirmə indikatoruna çevrilir. Kompleks çox vaxt uşaqlıqdan başlayır. Müqayisələri, kiçik ehtiramları, zarafat adı altında deyilən cümlələri zehin silmir, mənalandırır və bir gün insan özünə baxanda artıq özünü yox, o mənaları görür. Yəni ona görə gözəllik həm sevgidir, həm seçilməkdir, həm də üstünlükdir. Hətta bir çox qadına görə gözəllik onların yeganə təbii sərvəti və iqtisadi aktividir. Psixologiyada buna self-worth contingency deyilir. Mənası insanın öz dəyərini müəyyən bir şərtlərdən asılı etməsi deməkdir. Kimin üçünsə bu şərt uğur, kimin üçünsə pul, kimin üçünsə xarici görünüşdür. Əgər özdəyər görünüşlə şərtlənibsə, bu insan daim tətikdədir. Hər müqayisə onu narahat edir. Hər sözü, hətta sükutu belə negativ tərəfə yozur. Zehin sosial müqayisə mexanizmi ilə işləyir və sosial media bu mexanizmi 10 qat sürətləndirib. Daim proqramla çəkilmiş fotoları, filtrli simaları görən zehin özünü standartdan aşağı kimi qiymətləndirməyə meyillənir. Bu isə kortizol səviyyəsini artırır, narahatlıq yaradır və özünü tənqid dövrəsini aktivləşdirir. Gördüyünüz kimi kompleks obyektiv reallıqdan yox, təhrif olunmuş daxili interpretasiyadan doğur. İnsan güzgüyə deyil, öz daxili inancına baxır. Bəs bu münasibətlərə necə təsir edir? Öz görünüşünə güvənməyən insan daha çox qısqanır, daha çox təsdiq istəyir, daha çox güzəştlidir və ya həddindən artıq dominant davranır. Çünki yetərsizlik qorxularının əsarətindədir. Halbuki uzun müddətli münasibətlə bağlı aparılmış tədqiqatlar göstərir ki, davamlılığı yaradan qarşılıqlı hörmət və güvən, dəyər uyğunluğu və konfliktləri həll etmə bacarığıdır. Fiziki cazibə başlanğıc təsir yaradır, davamlılıq yaratmır. Əsl həqiqət budur ki, insan gözəl olduğu üçün dəyərli deyil, insan olduğu üçün dəyərlidir. Gözəllik mövzusu dəyərli olduğunu hiss etməyənləri idarə edir. Dəyişim isə güzgüdə yox, neyrososiasiyalarda baş verir. Əgər zehnində sevilmək üçün gözəl olmalıyam kodu varsa, onu asanlıqla dəyişmək mümkündür. 11 martda başlayacaq NAT diploma dəyişim proqramı məhz şuuraltı şərtlərlə işləyir. Biz davranışı yox, davranışı yaradan zehni strukturları transformasiya edirik. Proqramın bütün iştirakçılarına fərdi NAT seansı hədiyyə ediləcək. Çünki sən öz simanı dəyişməyə yox, özünlə olan münasibəti dəyişməyə ehtiyac duyursan. Fikirləriniz çox dəyərlidir.